Sizcə bir insan həm müasir, həm də dindar qala bilərmi? Biz onu isbatlamalıyıq ki, Həzrət Məhəmmədə bu biliklər hardan gəlib çatmışdı. Hər kəs bilir ki, bu filan kəs məsələn dindardır, amma filan işlərlə də məşğul olur. Ki bu qadınla cinsi münasibətdə olursansa, o sənin həyat yoldaşın olacaq. O sənin uşaqlarının anası olacaq. Sən ona baxmağa borclusan. Epstein sənədləri bir daha göstərdi ki bizə, insan Allahdan uzaq düşəndə özünü Allah hesab eləməyə başlayır. Salam əziz izləyicilər. Gənclər Hara Baxır podkastının 7-ci bölümündə xoş gördük sizləri. Qonağımız ilahiyyatçı alim, fəlsəfə üzrə fəlsəfə doktoru Elvusal Məmmədovdur. Salam Elvusal müəllim, xoş gəlmisiniz. Əleyküm salam, xoş gördük. Sizi aramızda görməkdən məmnunuq. Təşəkkür edirəm, var olun. Müəllim, fikir vermisinizsə, müasir dövrdə elm, texnologiya artdıqca insanların da dinə baxışı tamamilə fərqli olur. Bir növ dinə xurafat kimi, köhnəlmiş kimi baxırlar. Sizcə bizim imanımızın zəifləməsinə əsas səbəb nədir? Əslində insanın daxilində həmişə iman olur. İnsan həmişə inanır. Nəyəsə inanmalıdır. Lakin bəzən insanoğlu imanın ona əmr etdiyini eləmir. Yəni bugün insanlar imansızdır deyə bilmərik. Yaxud bugün insanlarda iman böhranı yaşanır deyə bilmərik. Bugün insanlar konseptual imanın arxasınca qaçmırlar. Konseptual iman, yəni onlara yaxşını, pisini müəyyənləşdirən, halalı, haramı müəyyənləşdirən imanın, inancın dalınca qaçmaq istəmirlər. Sadəcə inanmaq asandır. Amma bizə yaxşını və pisi əmr eləyən, yaxşı ol, pis olma deyən konseptual inancı əməl etmək o qədər asan deyil. Bugün insanlar dünyanın arxasınca qaçdıqca istər-istəməz konseptual imandan ayrı düşürlər. Dünya özlüyündə şər deyil, amma dünya aldadıcıdır. Dünya insanı aldadır. Bugün dünya halalıyla çox cazibədar hala gəlib. Əgər əvvəllər bizi haramlar öz arxasınca aparırdısa və dünya haramları ilə bizi aldadırdısa, bugün dünya halalıyla çox cazibədar, gözəl hala gəlmişdir və biz aldanırıq və elə bilirik ki, bu dünyada əbədi olaraq yaşayacağıq. Məhz dünyanın cazibədarlığı insanların konseptual inancın dalınca getmələrinə mane olur. Problem bundan ibarətdir. Yoxsa hər bir insanla səmimi söhbət onun nəyəsə inandığını, xüsusən Allaha inandığını ortaya çıxarır. İnsan həmişə inanır. Fikir verirsinizsə, cəmiyyətimizdə dini yaşamaqdan çox insanlar baxın mən dindaram demək istəyirlər, görüntüyə fokuslanırlar. Sizcə bunun əsas mahiyyəti nədir? Niyə ən çox insanlar görüntüyə daha çox fokuslanırlar? Mahiyyəti nədir bunun? Ümumiyyətlə təkcə dində deyil, bütün sahələrdə insanlar görünüşün, zahirin, formanın arxasınca gedirlər. Bu sanki dövrün bir tələbidir. Əlbəttə dövrün tələbi deyərək mən bunu haqq qazandırmıram. Daha çox dövrün tendensiyadır. Yəni tendensiyasıdır. Səhvimi bir növ düzəldim. Hər bir sahədə görünüş ön plana çıxıb. Əvvəllər gözəllik deyəndə xasiyyət gözəlliyi də nəzərdə tutulurdu. Və bir insanın xasiyyəti daxili gözəl deyildisə, biz onu gözəl adlandırmırdıq. Amma bugün görünüş gözəlliyi ön plana çıxıb. Kimsə görünüşcə gözəldirsə, onu gözəl hesab edirlər. Ümumiyyətlə, forma lazımdırmı? Əlbəttə, forma lazımdır. Xüsusən də mücərrəd məsələləri biz maddi qabığa tökməsək, onu başa düşə bilmirik. İnanc özlüyündə mücərrəd bir şeydir. Amma onu konseptuallaşdırmaq istəyiriksə, onu formalara salırıq. Məsələn, ibadət halına gətiririk. Yaxud görünüşcə, hərəkətlərcə, bunlar hamısı formalar əmələ gətirir. Forma yoxdursa mücərrəd başa düşülmür.
Dində də müəyyən insanlar çox təəssüf ki, mahiyyəti unudub formaya köklənirlər. Din özlüyündə formanı inkar eləmir. Din formalizmi, yəni formalçılığı, yaxud formaçılığı inkar edir. Yəni mahiyyəti unudub daha çox formaya köklənirik. Bunun səbəbi çox güman ki, intellektuallıqla bağlıdır. İnsan hər şeyə öz zəkası ilə, şuurlu şəkildə, daha geniş baxış bucağı ilə nəzər sala bilirsə, o formalizmin qurbanı olmur. Mən dinə elmi yanaşmanı nəzərdə tutmuram. Dinə elmi yanaşma deyilən şey mövcud deyil. Bu bir son dövrdə yayılan populist yanaşmadır. Din dindir, elm elmdir. Yəni elm ayrı bir şeydir, din də ayrı bir şeydir. Mən elmə dini yanaşmadığım kimi, dinə də elmi yanaşmamalıyam. Bunlar ayrı-ayrı sahələrdir. Hər sahənin öz metodları, öz üsulları var. Dinə də dinin gətirdiyi qaydalar əsasında biz nəzər salmalıyıq. İnsanlar zəkalarını işlətmədikcə, insanlar iman adı ilə qəbul etdiklərini götür-qoy etmədikcə, zəkanın xəlbirindən keçirmədikcə, bəzən görürsən ki, formaya əhəmiyyət verirlər. Halbuki dinin özü bunu inkar eləyir. Məsələn, Qurani Kərimdə Sad surəsində belə bir ayə var ki, o elə bir kitabdır ki, onu endirdik ki, ağıl sahiblər, insanlar onun üzərində düşünsünlər. Ağıl sahibləri də ondan ibrət çıxarsınlar. Deməli, insan zəkasını işlətdiyi zaman formalizmin qurbanı olmur. Müsəlman dünyasında da intellektuallığı artırmaq lazımdır. Müsəlmanlar arasında kimlərdə ki, intellektuallıq ağır basır, onlarda biz formalizmin şahidi olmuruq. Amma kimlər ki, bəsit, primitiv, təhsil məsələlərindən xəbərsizdir, görürsən ki, formallığa meyl edirlər. Və ümumiyyətlə, bayaq dediyim kimi, formallıq dünyanın bir trendi halına gəlib, amma bu əksər hallarda dağıdıcıdır. Bəli. Trenddən söz düşmüşkən, siz də yəqin ki, görürsünüz, modern ilahiyyat qavramı artıq cəmiyyətimizdə var. Sizcə bir insan həm müasir, həm də dindar qala bilərmi? Bilirsinizmi, baxır biz müasirlik dedikdə nəyi nəzərdə tuturuq? Əgər müasirlik bugün meydana çıxan müxtəlif trendləri, brendləri, təmayülləri, dəyərləri heç bir tənqidə təhkim etmədən mənimsəməkdirsə, əlbəttə ki, belə müasirləşməyə mən qarşıyam. Müasirləşmək əslində müasir dövrü dərk etməkdir. Əgər sən gedən prosesləri dərk eləyə bilirsənsə və dəyişən dünyada zəruri dəyişiklikləri başa düşüb həyatıma gətirə bilirsənsə, bu mənada müasirlik qəbul ediləndir. Ümumiyyətlə, mən müasirliyə belə tərif verərdim. Müasirlik o şeydir ki, biz yeni hadisə və əşyaları sahib olduğumuz dəyərlər əsasında nəzərdən keçiririk. Bunlar xüsusən mənəvi dəyərlərdir və zərərli olmayan, insanı insanlıqdan uzaqlaşdırmayan, insana fərdiyyətçilik aşılamayan, özü ilə birlikdə əxlaqsızlıq gətirməyən yenilikləri qəbul edirik və beləliklə müasir ola bilirik. Bu mənada həm inanclı, həm də müasir olmaq mümkündür. Amma inancın özünün qırmızı xətləri var. Yeniliklər bu qırmızı xətləri tapdalayırsa, əlbəttə ki, bu mənada inanclı və müasir olmaq mümkün deyildir. Hətta biz bəzən həddimizi aşırıq müasirlik adı altında. Hədislərə inanmamaq olsun və s. məsələlərdə demək olar ki, tapdalayırıq dinin çizgilərini. Yox, əlbəttə, bilirsinizmi, heç nə keçmiş qədər özünü isbatlaya bilməyib. Hal-hazırda baş verənlərin nə qədər doğru, nə qədər yanlış olduğunu biz 10 il, 20 il, 30 il, 40 il sonra tam mənasıyla başa düşəcəyik. Amma keçmiş özünü isbatlayıb. Biz keçmişə nəzər saldıqda nəyin yanlış, nəyin doğru olduğunu o zamanın keçməsinin fonunda müəyyənləşdirə bilirik. Keçmişdən bizə qalan dəyərlər var. Bunlar özlərini 10 min illərdir isbatlamışdır.
həm dostluq münasibətlərində, həm qonşuluq münasibətlərində, həm ailə daxilində, insana baxışda, Allaha baxışda, təbiətə baxışda, ətrafa baxışda bu dəyərlər az qala 10 min ildir ki, özünü isbatlamışdır və biz bu dəyərlər əsasında yaşayırıq. Amma bugün meydana çıxan yeni dırnaqarası trendlər, brendlər, bunlar 10 ildir bəşəriyyətə xoşbəxtlik gətirən, nizamı qoruyan dəyərlərə meydan oxuyur. Və insanlar dağıdıcı azadlığa o qədər məftun olublar ki, bu azadlığın məsti xumarından ayılmadan hər şeyi yıxıb dağıdırlar. Bəlkə də 20 il, 30 il, 40 il sonra bəşəriyyət bu qədər azadlığa alidə olmağın ağır acısını daha əyani şəkildə hiss eləyəcək və bu dövr üçün təəssüflənəcəkdir. Bəli. O zaman da artıq gec olacaq. Əlbəttə gec olacaqdır. Mən istəyərdim biraz da miras hüququndan danışaq. Çünki o həm qəlizli İslam dinində o məsələ, həm də biraz bəzən narazılığa səbəb olan bir nüanslar var orada. Fikir verirsinizsə, mərhumun əşyalarına onun varisləri sahiblənir asanlıqla. Söhbət yəni dəyəri yüksək olan əşyalardan gedir. Ev, maşın. Amma kiçik nəsə qalanda deyirlər, yox, bu ondan qalıb bizə, onu bastırmaq lazımdır, dəfn etmək lazımdır. İstəyirəm bu haqqda biraz mirasdan danışaq. Təəssüf ki, belədir. Hələ mən özüm də Sovet dövründən xatırlayıram ki, mərhumun ayaqqabısı olsun, paltarı olsun, bunu evdəkilər istifadə etməzdilər. Ya onunla birlikdə bastırılırdı, ya da kiməsə verilirdi, qohum-əqrabaya verilirdi, qonşuya verilirdi, ya da ola bilsin ki, aparıb atırdılar. Amma sizin də dediyiniz kimi, evini heç kəs aparıb qohum-əqrabaya vermir. Yaxud maşınını kimsə aparıb arasa qoymur. Bunun bir neçə səbəbi ola bilər. İnsanların ölümə baxışı və ölüyə baxışı. Belə bir inanc var ki, ölünün paltarını geyməzlər. Yaxud ayaqqabısını geyməzlər, o geyib. Sanki ölüdən bir qorxu mövcuddur. Amma bu qorxu bizim başa düşdüyümüz adi qorxu deyil. Sanki dirilərin ölünün paltarını və əşyalarını istifadə edərsə, ölüyə çevrilə biləcəyinin yaratdığı bir qorxudur. Bu həm də bir növ dirilərin özlərini qoruma instinktidir. Ki, birdən onun ayaqqabısını geyinərəm, paltarını geyinərəm, mən də ölərəm, yaxud əzizimiz ölər. Bu məsələnin bir tərəfidir. Əlbəttə ki, bunlar xurafatdır, bunlar mövhumatdır, bunlar yanlış adət-ənənələrdir. Və İslam nöqteyi nəzərindən yanaşsaq və ya sağlam ağıl nöqteyi nəzərindən yanaşsaq, əgər bir şəxs vəfat etmişdirsə, özündən sonra hansısa bir şey kiməsə miras buraxmamışdırsa, yəni bu ailənin ümumi mirasıdırsa, onun o əşyalarını israfa yol vermədən istifadə etmək mümkündür. Ümumiyyətlə, elm texnologiya inkişaf elədikcə, ateizm meyillilərdə artmaqdadır. Hətta sizin belə bir debatınız olmuşdu, mən onu izləmişdim, çox maraqlı idi. Sizcə bu ateizmə münasibətinizi mən soruşmaq istəyirəm. Təbii ki, yəqin ki, pisdir. Ümumiyyətlə, ateizm sizcə daha çox intellektual seçimdir, yoxsa emosional reaksiyadır? Heç biri deyil. Yəni, ümumi götürdükdə heç biri deyil. Elə dairələr var ki, orada emosional reaksiya ola bilir. Elə dairələr ola bilər ki, onların intellektinə görə yaradıcı deyilən varlığı isbatlamaq mümkün deyil. Ona görə də deyir, o mənim seçimimdir. Ümumiyyətlə, ateist nöqteyi nəzərin müxtəlif səbəbləri var. Lakin mən deyərdim ki, Allah olmasaydı ateistlər də olmayacaqdı. Deməli, bir varlığı olmadığını isbatlamaq üçün əgər insan psixikası yaxud insan zəkası bu qədər əlləşib vuruşursa, deməli, bunun özü də məntiqi nöqteyi nəzərdən bizə çox şey deyir. Və ümumiyyətlə, Azərbaycan mühitində çox təəssüf ki, ateizm radikal ateizmdir. Yəni, ateizm radikallaşır və ənənəvi mühitlər üçün, ənənəvi cəmiyyətlər üçün, məsələn, Azərbaycan ənənəvi cəmiyyətdir. Burada Allahın, Peyğəmbərin, imamın yeri böyükdür və Azərbaycandakı ateistlərin böyük əksəriyyəti
militarist ateistlərdir. Hücum edirlər, təhqir edirlər. Onlar sağlam polemikaya girişmək, sağlam müzakirələr aparmaqdan çox uzaqdılar. Və sataşmaq, söz atmaq, təhqir etmək bu insanların əksəriyyətinin ateist mozaikasını əmələ gətirir. Bu nöqteyi nəzərdən Azərbaycandakı ateizm daha çox qərəzliliyi ilə seçilir. Dürüst deyirlər. Dürüst deyirlər. Dürüst olmadıkları üçün öz diskurslarında bir tərəfli təqdim edirlər. Yaxud qarşı tərəfin haqlı mövqeyini əsl ziyalılara xas dürüstlüklə, obyektivliklə etiraf eləyə bilmirlər. Ümumiyyətlə, əlbəttə ki, mən ateizm nə üçün meydana çıxıbdır, yaxud bugün ateist insanlar müəyyən qədər ateizmə niyə meyl edirlər kimi böyük bir suala burada tam ətraflı cavab verə bilməyəcəyəm. Çünki bu bizim verilişimizin böyük hissəsini bizdən götürərdi. Amma gənclər ateizmə meyl eləyir, bu ümumi bir yanaşmadır və heç bir sorğu ilə, anket sorğusu ilə isbatlanmayıbdır. Bu bir deyimdir sadəcə olaraq. Hansı anket sorğusuna əsasən biz müəyyənləşdiririk ki, gənclər həqiqətən ateizmə meyl eləyir? Yox, belə bir şey yoxdur. Ateistlərin Darwin nəzəriyyəsi var, ən məşhur nəzəriyyələrdən biridir. Siz o nə dərəcədə doğrudur? Bilirsinizmi, bu bir nəzəriyyədir, adı üstündədir. Onun bir çox müddəaları və iddiaları hələ isbatlanmayıbdır. Mən xüsusən də təkamülçü ateistlərlə qarşı tərəfin debatlarına baxmışam. Məsələn, onlardan biri Richard Dawkinsdir. O, bugün ən məşhur ateistlərdən biridir. Onun Anglikan kilsəsinin arxiyepiskopu ilə debatına baxarkən, yaxud Oxford İnstitutundan bir John Lennox var. Oxford Universitetinin riyaziyyatçısıdır. O, teist nöqteyi nəzəri müdafiə edir. Onunla debatlarında gördüm ki, Richard Dawkins özü bioloq olmağına baxmayaraq, bir çox məsələləri sadəcə nəzəriyyə olaraq deyir. Bir misal gətirəcəyəm. Ona sual verirlər ki, informasiya daşıyıcısı olan, bugün informasiya daşıyıcısı olan, genetik informasiya daşıyıcısı olan DNT. DNT necə formalaşıb? Yaxud DNT indiki vəziyyətə gəlmədən qabaq hansı informasiya daşıyıcı mexanizmlər olub? O buna cavab verə bilmir. Yaxud buna sual verirlər ki, yenə debat şəraitində sual verirlər ki, insan şuuru necə meydana çıxıb? Dillə şuurun bir-birinə münasibəti nədən ibarətdir? O sadəcə təxminlərini söylüyor. Yaxud sual verilir ki, cansız materiya mühitində canlı mühit, canlı orqanizmlər necə yaranıb? O sadəcə təxminlərini irəli sürür. Heç nə laboratoriyada isbatlanmayıb. Bu baxımdan təkamül böyük nəzəriyyədir. Amma dinin qarşısında dayandığı üçün, teist nöqteyi nəzərin qarşısında dayandığı üçün böyük nəzəriyyədir. Onu yaxşı müdafiə edirlər və onu müdafiə edənlər onun çatışmayan cəhətlərini də bilirlər. Amma Avropada həyatın mənşəyi, insanın mənşəyi, ibtida ilə bağlı, elmi nöqteyi nəzərdən təqdim olunan yeganə nəzəriyyədir. Ondan imtina dinə qayıtmaqdır. İnsanlar dinə qayıtmamaq üçün, teist nöqteyi nəzəri təsdiqləməmək üçün, oradakı o materialist, ateist, elmi elitadan mən danışıram. Onlar bu təkamül nəzəriyyəsindən ikəlli yapışıblar. O, onlar üçün elmi nəzəriyyədən çox ideoloji nəzəriyyədir və onunla bir növ qarşı tərəfə təzyiq göstərirlər. Ümumiyyətlə, 7-ci əsrdə nazil olan Qurani Kərimdə biz ayələri oxuduqda görürük ki, elm hətta indi onlara isbat eləyə bilir. Yəni, halbuki bu 7-ci əsrdə nazil olub. Bəs ateistlərin bu haqda yanaşması necədir? Yəqin ki, sizə verilib o suallar. Nə ilə bağlı sual? Misal üçün, Qurani Kərimdə nazil olan ayələri biz nəzərə yetirdikdə, bəzi ayələr var ki, elm indi onu təsdiqləyib ki, bəli, həqiqətən var. Amma halbuki indiyə qədər elmin bundan xəbəri yox idi. Yəni, elə bir ilahi bir kitabdır, hər şeyi açıqlayan, elmdən də yüksəkdir. İstəyərdim bu barədə biraz danışaq.
Bilirsinizmi, Qurani-Kərim elm kitabı deyil. Amma Qurani-Kərimdə elə informasiyaya rast gəlirik ki, 7-ci əsrin elmi nailiyyətləri o səviyyəyə çatmamışdı və o dövrdə təbabət o qədər inkişaf etməmişdi. Bəzən deyirlər ki, bütün bunlar əslində qədim Yunan həkimlərində, onların yaradıcılığında öz əksini tapan iddialardır və bunu isbatlamaq lazımdır. Əgər tutaq ki, Yunan həkimlərinin yaradıcılığında bu müddəalar olmuşdu, mən belə bir şey oxumuşdum, ateistlər belə deyirlər. Biz onu isbatlamalıyıq ki, Həzrət Məhəmmədə bu biliklər hardan gəlib çatmışdı? Bilirsinizmi, elmi yanaşma başqa şeydir, populist yanaşma başqa şeydir. Biz bir müddəanı səsləndiririksə elm aləmində, o vaxt onu mötəbər, etibarlı, elmi müddəa adlandırırıq ki, biz onu əvvəlcə isbatlayırıq, sonra elmi müddəa halına gətiririk. Təəssüf ki, bizim ateistlər daxillərindəki o qərəzlilikdən bir müddəanı elmi adlandırırlar, sonradan onu isbatlamağa girişirlər və özləri də çətin vəziyyətə düşürlər. Bilirsinizmi, hər şeyə cavab vermək kimi bir öhdəliyimiz yoxdur. Biz əvvəlcə suala baxırıq. Əgər sual həqiqətən də əsaslandırılmış sualdırsa, elmi cəhətdən, mənbələrə münasibət baxımından o öz təsdiqini tapıbdırsa, əlbəttə ki, belə suala biz elmi nöqteyi nəzərdən cavab verməyə məcburuq. Bəli, Qurani-Kərimdəki müəyyən müddəalar, əlbəttə ki, bugünkü elm onu bugün aşkara çıxarır və bu da bir daha göstərir ki, Quran adi bəşər kəlamı deyildir, o mənşəcə bizim dünyaya aid deyil. Bəli. Bu ateistləri başa düşdük ki, onlar dindar olmaqdan qorxurlar, onun üçün əllərinə bayraq alıblar bu düşüncəni. Bəs agnostiklərə nə gəlib? Onlar niyə elə yarıda qalıblar? Ya o tərəflik deyirlər, ya bu tərəflik deyirlər. Bilirsinizmi, agnostisizm inkarla iqrar arasında qalan zəkanın keçirdiyi böhrandır. Nə təsdiqləyə bilir, nə inkar edə bilir. Ona görə təsdiqləyə bilir ki, yəni təsdiqləyə bilmir ki, onun Allahı isbatlama metodları Allahın isbatlanması üçün tələb olunan metodlar deyil. Allah empirik, təcrübi, maddi bir varlıq deyil ki, bugünkü elmi metodlarla biz onu isbatlayaq. Eyni zamanda bunlar Allahı inkar da eləyə bilmirlər. Çünki bir yaradıcını inkar eləmək asan bir şey deyil. Yaradıcını inkar etdiyimiz zaman insanın daxilində, xüsusən həyatın mənası ilə bağlı, insanoğlunun həyatda, kainatda və dünyadakı vəzifəsi ilə bağlı elə böyük suallar çıxır ki, və bu suallar onun daxilində elə bir böyük boşluq yaradır ki, Allah olmadan o boşluğu heç nə doldura bilmir. Ateizm və yaxud ateist nöqteyi nəzər qeyri-müəyyən bir dünya bizə təqdim edir. Orada müəyyən olan heç nə yoxdur. Hər şey sənin ağlıma buraxılıbdır. Sən hə desən, o hədir. Sən yox desən, o yoxdur. Bir də görürsən ki, sənin hə dediyinə başqa bir ateist yox deyir. Onun yox dediyinə sən hə deyirsən. Elə götürək, insan oğlunun yer üzündə mövcudluğunun səbəbi. Niyə insan var? Buna bugün elm cavab verə bilmir. Elm insanın necə yarandığını öyrənməyə çalışır. İnsanın bədəni necə işləyir? Bunu öyrənir. Amma insan nə üçün mövcuddur? Elm buna heç vaxt cavab verə bilmir. Və bu sual, yəni həyatın mənası ilə bağlı sual, tarixən insanları düşündürübdür və bugün bizi də düşündürür. İnsan yaşlandıqca, yaş üstünə yaş gəldikcə, mütaliə etdikcə, intellektini biologiyasından daha çox ön plana çıxardıqca özünə sual verir. Mənim qədər mükəmməl, zəkalı, intellektə sahib varlıq nə üçün mövcuddur? Mən niyə varam? Yeyib içmək üçünmü? Törüyüb artmaq üçünmü? Nə olsun ki, sonda ölüb gedirəm.
Ölümün fonunda hər şey mənasız görünür. Ateizm ölüm problemini həll edə bilmir. Ölüm problemini həll edə bilmədiyi üçün insanı davamlı şəkildə ümidsiz hala gətirir. Din isə bizə ümid verir, bizə təsəlli verir, bizə həyatın nə üçün mövcud olduğunu, bizim dünyaya nə üçün gəldiyimizi din bizə başa salır. Və beləliklə insan həyatını bir məna üzərində qurur. İnsan məna axtarışındadır. Normal insanlar mənanın arxasınca qaçırlar. Əylənməyin yaxud əyləncənin arxasınca qaçmırlar. Bəli. Elə mən o sualı sizə verəcəydim ki, psixologiyada bunu təsdiqləyib ki, 50'li yaşlardan sonra insanlar dinə meyl eləməyə başlayır. Demək, həm də onun səbəblərindən biri odur ki, insan artıq düşünməyə başlayır bir növ, eləmi? Bəzən deyirlər ki, qocalıb da artıq günah eləyə bilmir, yaxud yox. İnsan yaşlandıqca daha çox təcrübə əldə edir. İnsan yaşlandıqca həyatı dərk etməyə başlayır. İnsan yaşlandıqca görür ki, Allahsız yaşaya bilməz. Müdriklik deyilən bir anlayış var. Uşaqlıq başa düşürük. Oynamaq, yaxud həyata çox xoşbəxt nəzərlərlə baxmaq mərhələsidir. Gənclik hər şeyə üsyan mərhələsidir. Gənc hər şeyi başa düşdüyünü düşünür. Gənc hər şeyi dərk etdiyini fikirləşir. Gənc dinə, dəyərlərə, adətlərə qarşı çıxır. Bu, gənclik mərhələsinə xas bir davranışdır və anormallıq deyil. Çünki gənclərdə mənlik şuuru formalaşır. Hər şeyi özləri müəyyənləşdirməyə çalışırlar. Onlarda şübhələr yaranır. Şübhə inkar deyil. Şübhə axtarışdır. Biz onların suallarına səbirlə, təmkinlə cavab verməklə o şübhələrdən onları xilas edə bilərik. Sonra yaşlılıq mərhələsi gəlir. İnsan təcrübə qazanır. İnsan müdrikləşir və başa düşür ki, o sadəcə bioloji varlıq olaraq yaşaya bilməz. Gəlin bu məsələni bu cür izah eləyək. O görür ki, onun digər canlılardan fərqli olan xüsusiyyətləri var. Digər canlılar kimi yaşaya bilməz, yəni qidalanmaq, törüyüb artmaq, yatmaq, oyanmaq. Deməli, onun daha ali məqsədi olmalıdır. Əgər mənə bu qədər üstün keyfiyyətlər bəxş edilibsə, deməli, məndən daha ali vəzifəni icra etmək tələb olunur. Biz kompüter mağazasına gedirik, daha böyük işlər üçün daha yüksək göstəricilər olan kompüterləri seçirik. Sadəcə yazı üçün adi göstəricilər olan kompüterlər kifayət eləyir. İnsan da belədir. Yəni, məndə bu qədər üstün göstəricilər varsa, mən sadəcə bioloji varlıq olaraq qala bilmərəm. Mən təkcə intellektual varlıq olaraq qala bilmərəm. Mən burada hansısa bir məna axtarmalıyam. Ona görə bayaq dedik ki, həyatın və insanın var olma məqsədini, həyatın mənasını ancaq izah edəcək bir tərəf var. O da Allahdır. Çünki biz özümüzü yaratmamışıq ki, deyək ki, nə üçün özümüzü yaratmışıq. Yaxud iddia eləsək ki, təbiət bizi yaradıb, biz təbiətdən soruşa bilmirik ki, təbiət ana, bizi nə üçün yaratmısan? Amma dinlər bu suala çox aydın cavab verirlər. Çünki bizi Allah yaradıb, o bizdən nə istəyir? İlahi iradəni, yəni həqiqəti öyrənmək üçün biz peyğəmbərlərə və müqəddəs kitablara müraciət edirik. Həqiqət deyilən şey peyğəmbərlərin və müqəddəs kitabların özündə mövcuddur. O ilahi iradəni, yəni Allah bizdən nə istəyir, onu özündə ehtiva edir. Allah bizdən nə istəyir? Ey insanoğlu, mən səni özümün mənəvi obrazımda yaratmışam. Yəni, sən xeyri təmsil eləməlisən. Çünki mən xeyrəm. Mən yaxşıyam, sən də yaxşı olmalısan. Mən sevgiyəm, sən də sevgi olmalısan. Mən ədalətəm, sən də ədalətli olmalısan. Və səni bunun üçün yaratmışam. Özünü isbatla. Sən ilahi planın icraçısısan, yoxsa şeytanın qoyduğu planın icraçısısan. Bizə düzgün iki yol göstərilib, yaxşı və pis yol.
İnsan yaxşı yolu seçdiyi zaman həyatdakı məqsədinə də nail olmuş olur və o həyatın mənasını da düzgün yaşamış olur. Əlbəttə ki, bundan sonra mükafatlandırma mərhələsi gəlir. O axirətdədir. Ona görə də İslamda həyat iki dünyalı prizmadan götürülür, tək dünyalı deyil. Dünya bizim özümüzü isbatlamaq yerimizdir. Axirət isə özümüzü necə isbatlamışıq, onun mükafatlandırıldığı yaxud cəzalandırıldığı yerdir. Bəli. Ta qədimdən bu yana müxtəlif dini liderlər olub ki, cəmiyyət tərəfindən həmin insanlar sevilib. İndi mən belə bir sual vermək istəyirəm ki, sizə din adı ilə hökm verən insanlar cəmiyyət üçün nə dərəcədə təhlükəlidir? Ümumiyyətlə, din adından hökm verən insanlar cəmiyyət üçün nə qədər təhlükəlidir sualının özü bir qədər təsih edilməlidir, yəni dəqiqləşdirilməlidir. Ümumiyyətlə, əgər bütün sahələrdə o sahənin mütəxəssisi hökm vermirsə, yaxud qərar vermirsə, orada problem yaranır. Din də bunun belədir. Məsələn, əgər həkim təbabəti yaxşı bilmirsə və orada hökm sahibidirsə, o əlbəttə ki, insanları vaxtından qabaq o dünyaya göndərəcəkdir. Bütün sahə, müəllim o sahənin mütəxəssisi deyildirsə, məsələn, hansısa bilik sahəsini dərindən bilmirsə, yaxud onda pedaqoji bacarıq yoxdursa, əlbəttə ki, o diplomlu cahillər ordusu yaradacaqdır. Din də belədir. Dini dərindən bəlid olmayanlar, əlbəttə ki, hökm kəsməyə başladıqda, onlar Allah adına yıxıb dağıtmaqla məşğul olurlar. Amma Allah bizə nə deyir? Qurub yaratmaq lazımdır. Buna görə də bir insan Allah adından danışırsa, diqqətli olmalıdır. O özünə bu sualı verməlidir. Mənim hal-hazırda danışdığımı Allah təsdiqləyirmi? Yaxud mənim hal-hazırda dediklərim Allahın dedikləri ilə üst-üstə düşürmü? Biz Allahın adı ilə danışarkən ehtiyatlı olmalıyıq. Çünki biz Allahın adından səhv danışdıqda, o səhvi bizim ayağımıza yazmırlar. Dinin ayağına yazırlar, Allahın ayağına yazırlar. Biz elə etməliyik ki, bizim fəaliyyətimizə görə din yaxud Allah tənqidə tuş gəlməsin. Bəli, hətta bəzən fikir verirsinizsə, sui-istifadə də olur. Din adından istifadə edərək öz əməllərin bir növ yerinə yetirirlər. Bəli, mən razıyam ki, din pərdəsi altında gizlənən insanlar vardır. Amma nə yaxşı ki, din özünə ləkə götürməyən bir anlayışdır. Bu insanlar ifşa olunurlar. Hər kəs bilir ki, bu filan kəs məsələn dindardır, amma filan işlərlə də məşğul olur. İfşa olunurlar. Din bu cür insanları özündən uzaqlaşdırır. Necə ki, orqanizm yad bir cisim bədənə daxil olduqda onu müxtəlif formalarla ifraz edir, çölə çıxarır. Əlbəttə, din də bu cür təsadüfü yaxud iyrənc varlıqları özündən uzaqlaşdırır və onlar ifşa olunurlar. Ümumiyyətlə, nümunəvi ola bilməyən insan, dində nümunəvi ola bilməyən insan heç vaxt təsir göstərə bilməz. Hətta təsir göstərsə belə, bu təsir daha məhdud çərçivədədir və daha dağıdıcıdır. Amma Allah bizdən istəyir ki, biz müsbət mənada insanlara təsir göstərək və onları heyrətləndirə bilək. Din adından istifadə edənlər heç vaxt müsbət mənada cəmiyyəti qabağa apara bilməzlər. Bəli. Mənim içimdən bir sual vermək gəldi sizə. Bilməm nə dərəcədə uyğun görəcəksiniz yoxsa yox. Aylar öncə sarsıdıcı bir insan olaraq xəbər eşitdik. Epstein məsələlərini yəqin ki bilirsiniz. Orada baş verən hadisələri. Orada olan insanlar, o vəhşiliyi törədən insanlar hansı dinin mənsubları idi? Çünki ateist belə bəzən insanlıq naminə xoş işlər görə bilir. Görür daha doğrusu. O insanlar sizcə hansı inancları nə idi? Niyə belə eləmişlər? Bu haqqda sizin düşüncəniz mənə maraqlıdır. Bəli, oradakı insanlar mümkündür ki, hansısa inanca sahib olsunlar. Amma mən sizə əmin edirəm ki, o inancın mənbəyi Allah deyil. O inancın mənbəyi şeytandır, yaxud insan nəfsidir. Allah insana bu kimi şeyləri əmr eləməz.
O insanların arasında ola bilsin ki, inanclı olanlar da var, amma bu inancın dediyim kimi mənbəyi Allah deyildir. Əlbəttə aralarında ateistlər də vardır. Bilirsinizmi? Allah olmadan mümkündür ki sən, yaxud Allaha inanmadan mümkündür ki sən o ilahi dəyərlərin, dini dəyərlərin vaxtilə möhkəm olduğu cəmiyyətdə yetişdiyindən səndə müəyyən qədər əxlaq təsəvvürü formalaşsın. Amma sən Allaha inanmadan əxlaqlı qala bilməzsən. Allaha inanmadan əxlaqlı qalmaq çox çətindir. Çünki Allaha inanmadan nəyin yaxşı, nəyin pis olduğunu sənin ağlın müəyyənləşdirir. Kimsə deməsin ki, mən ağılla nəyin yaxşı, nəyin pis olduğunu bilirəm. Ağıl daha çox maraqların dalınca qaçır. Yəni, insanın mənafeyi nəyi tələb eləyirsə, ağıl ona uyğun olaraq bu şeyin yaxşı yaxud pis olduğunu deyir. Elə situasiyalar var ki, orada əxlaqlı davranmaq müəyyən insanların nəzərində avamlıqdır, amma müəyyən insanların nəzərində də fədakarlıqdır. Məsələn, batmaqda olan bir gəmidən insanları xilas edərkən bir şəxsin özünün həlak olması. Materialist nöqteyi nəzər deyir ki, sən özünü birinci xilas eləməlisən. Çünki sənin canından qiymətli olan heç nə yoxdur. Din nə deyir? Yaxud əxlaq nə deyir? Moralizm nə deyir? Başqalarına kömək elə. Bəzən insan bu cür moralizmin yaxud əxlaqi təşviqin təsirinə o qədər özünü qaptırır ki, o həqiqi mənada fədaiyə çevrilir. Başqalarını xilas edir və özü də həlak olur. O nöqteyi nəzərdən Epstein sənədləri bir daha göstərdi ki, bizə insan Allahdan uzaq düşəndə özünü Allah hesab eləməyə başlayır. Özünü Allah hesab edəndə düşünür ki, onun hər şeyi etməyə haqqı çatır. Bəli. Ceyhun müəllim bizdə qonaq olanda millət vəkilimiz maraqlı bir nüansa toxundu. Dedi bir ateist mənim yanımdaydı, dinə inanmıram deyirdi. Mənimlə müzakirə edir. Daha doğrusu mübahisə edirdi bu din mövzusunda. O da ilahiyyat alimdir. Və o ani bir ona bir zəng gəldi ki, qızın maşın qəzasında yaralanıb. Və deyir, həmin an bilmədi neynəsin. Dizin atdığı yerə başladı ateist olaraq Allaha yalvarmağa qızı üçün. Bu da bunu təsdiqləyir ki, bir növ insan aciz varlıqdır. Mən də buna nəzər yetirərək istəyirəm bir də bir sizə sual verim ki, niyə insan dara düşən zaman Allaha inanmağa başlayır? İnsan ona görə dara düşərkən Allaha inanmağa başlayır ki, o acizliyini başa düşür. O başa düşür ki, həyatda onun həll edə bilməyəcəyi məsələlər var. O başa düşür ki, o adi bir insandır. O başa düşür ki, onun gücü hər şeyə çatmır. O nisbidir. Çox təəssüf ki, insanoğlu dara düşmədikcə, xəstələnmədikcə bəzən bu həqiqəti dərk etmir. Ümumiyyətlə, insanoğlu elə ki, dünyadan köçəcəyini anlayır, yaxud sağalmayacağı xəstəliyə tutulduğunu öyrənir, o istər-istəməz əlini məchula uzadır. O məchul əlbəttə ki, düşünür ki, ona kömək eləyəcəkdir. O məchul kimdir? Nədir? Onun da ağlı bir tərəfdən elmi köməyə çağırır. Hissləri isə deyir ki, elm burada sənin köməyinə gələ bilməz. Fitrət, yəni anadan gəlmə duyğular onu gəldiyi yerə Allaha sarı istiqamətləndirir və Allahdan kömək istəyir. Yəni, bir sözlə, insan başa düşəndə ki, onun imkanları, istər intellektual imkanlar olsun, istər
maddi imkanları olsun, istərsə də elmi imkanları olsun. Bunlar onun içinə düşdüyü problemin həllində ona kömək etmir. O çarəsiz hala düşür, çarəsiz vəziyyətə düşür. Çarəsiz vəziyyətdə olan insan artıq o saxta tanrılıq, ilahlıq libasını əynindən atır yerə və dizlərini yerə qoyur və həqiqi sahibinə, onu yaradan, onu xəlq edən, dünyanı yaradan o ali gücə o qayıdır. Əslində bu insanoğlunun, yəni hər şeyi həll edə biləcəyini düşünən insanoğlunun təkəbbürdən sonra keçirdiyi böhrandır. Və ümumiyyətlə insan bu baxımdan yazıq varlıqdır. İnsan nisbi varlıqdır. İnsan xəstələnir. İnsan ağlayır. İnsan intihar eləyir. İnsan ölür. Və biz bütün bunlardan dərs çıxarsaq görərik ki, insan Allah deyildir. Sən hər şeyə sahibsənsə ölməyəcəksən, xəstələnməyəcəksən, ağlamayacaqsan. Amma elə ki, insan dərk eləyir ki, o nisbidir, məhduddur, o yaradılmışdır, belə insanlar güclü insanlardır. Çünki onlar gücünü Allahdan alırlar. Amma özlərini güclü sananlar isə qürurları və təkəbbürləri ucbatından tək qalırlar. Və elə ki, o gücləri onları tərk edir, bir boşluğa düşürlər. O boşluqda onların yanında Allah yoxdur, çünki o Allaha inanmırlar. Amma o insan ki, həmişə Allaha inanır, çətinlikdə də, yaxşı günlərdə də Allaha yanında görür, o həmişə güclüdür. Bəli. Nəzər yetirirsinizsə, cəmiyyətimizdə dini gözdən salanlar var. Mənim də sualım belə olacaqdır ki, dinə sizcə ən böyük zərəri kimlər vurur? Ateistlər, yoxsa dini yanlış təmsil edən şəxslər? Ateistlər heç vaxt dinə zərbə vura bilməzlər. İnsan həmişə inanmışdır, inanır və inanacaqdır. Cəmiyyətlər inanırlar. Təəssüf ki, bugün dinə ən böyük zərbəni biz dini təmsil edənlər vura bilirik. Təmsilçilik deyilən bir şey var. Bugün, məsələn, təbabətə ən böyük zərbəni həkimlik xalatına layiq olmayanlar vurduğu kimi, müəllimliyə ən böyük zərbəni müəllimlik adını daşımağa layiq olmayanlar vurduğu kimi, dinə də ən böyük zərbəni dini düzgün təmsil edə bilməyənlər vururlar. İlahiyyatçılar yəni. Yəni, bu dindarlar ola bilər, bu ilahiyyatçılar ola bilər, bunlar din xadimləri ola bilərlər. Cəmiyyətdə müəyyən qədər bu cür adamlara biz rast gəlirik. Əlbəttə ki, cəmiyyətdə dini çox gözəl şəkildə təmsil edən ilahiyyatçılar da, dindarlar da, din xadimləri də vardır. Amma inanın ki, din elə bir sahədir ki, 100 nəfər dini yaxşı təmsil eləsin, bir nəfər pis təmsil eləyəndə gözə batır. İnanın gözə batır. Ona görə də biz çalışmalıyıq ki, dinin yaxşı təmsilçisi olaq. Dini yaxşı təmsil eləyək. Çünki ətrafdakı hər kəsin nəzərləri bizdədir. Bəlkə də kimlərsə bizim büdrəməyimizi istəyir. Bəlkə də kimlərsə bizim səhv əməllərimizdən yapışaraq ali dəyərlərə zərbə endirəcəyini düşünür. Düzdür, onlar Allaha heç nə edə bilməzlər. Onlar dinə heç nə edə bilməzlər. Amma biz heç bir halda onlara bizim davranışlarımızı əsas götürərək dinə yaxud Allaha hücum etmək kimi fürsəti verməməliyik. Bəli. Mən istəyərdim növbəti sualımıza keçid eləyək. Bu artıq şablon olub. Mən belə deyərdim bu sual ki, süni intellekt vəzifələrimizi, ixtisasları əlimizdən alacaq. Bu həm müəllimlərə aiddir, həm həkimlərə aiddir, başqa ixtisaslara aiddir. İstəyərdim elə bu haqqda danışaq ki, süni intellekt dövründə dinin rolu dəyişəcəkmi sizcə? Əsla. Süni intellekt heç vaxt dini əvəz edə bilməz. Süni intellekt bizə informasiya təqdim edir.
din təkcə informasiyadan ibarət deyil. Dinin üzərində qurulduğu mexanizm o qədər mürəkkəbdir ki, burada həm informasiya var, burada həm mənəvi təcrübə var, burada həm məsuliyyət aşlayan mexanizm var, axirət anlayışı var. Bir də burada insan üçün həmişə məchul qalacaq ali varlıq var, transendental Allah var. Bu baxımdan biz bir dinə inandığımız zaman sadəcə hansısa bir varlığa inanmırıq. Biz inancla başlayırıq Allaha inanmağa. Daha sonra onun dediklərini eləyirik. Daha sonra onun bizim üçün formalaşdırdığı mexanizmə əsas götürürük. Bu cəza yaxud mükafatlandırma mexanizmidir. Yəni bu axirətdə olacaqdır. Bunu həyatımıza tətbiq edirik və əlbəttə ki, belə bir mexanizmin mövcudluğunun bizdə yaratdığı psixoloji həssaslığın fonunda biz yaxşı və pislər məsələsində diqqətli oluruq. Süni intellekt bunu təqdim eləmir bizə. Süni intellekt hansısa bir informasiya ötürür bizə. Məsələn, biz süni intellekt vasitəsilə hansısa bir informasiyanı, biliyi öyrənməklə intellektual tələbatımızı təmin edirik. Amma insanın daxilində mənəvi tələbat var. İnsanın daxilində ruh var. Onun qidası ayrı-ayrı ayinlərdir. Yəni ibadətdir. Biz ibadət etmədikcə o daxilimizdəki mənəvi boşluğu, ruhun boşluğunu doldura bilmərik. Yaxud nəyə görə biz bugün Allahdan imtina eləyə bilmirik? Çünki Allahın nə olduğunu biz heç vaxt ağlımızla dərk eləyə bilmirik. Bildiyimiz nədir? O hər şeyin yaradıcısıdır. O bizi hesaba çəkəcəkdir. O bizi mükafatlandıracaqdır. Yaxud o bizi cəzalandıracaqdır. Yəni sahib Allah var, yaradıcı Allah var, hesaba çəkən Allah var, cəzalandıran Allah var, mükafatlandıran Allah var. Amma bu Allah nədir? Biz bilmirik. Heç bir peyğəmbər, heç bir müqəddəs kitab bu barədə danışmır. Əksinə bizə nə deyir? Allah elə bir şeydir ki, onu sən təsəvvür etsəydin, o Allah olmazdı. Bax, belə bir transendentallıq, hər şeyin fövqündə olmaq bizdə davamlı şəkildə Allaha qarşı bir heyrət formalaşdırır. Biz o cür varlıqla hesablaşırıq. Əgər biz onu görsəydik, hiss etsəydik, o adiləşəcəkdi. Süni intellekt isə heç vaxt Allah rolunu oynaya bilməz. O gözümüzün qabağındadır. Biz şuurumuzla, yaxud təhdəl şuurumuzla dərk edirik ki, onu insan yaradıb. O, insanların ötürdüyü informasiya ilə yaşayır. Süni intellekt özündən heç nə demir. Əgər biz onun ayrı-ayrı informasiya bazalarına çıxışını kəssək, süni intellekt fəaliyyət göstərə bilməyəcəkdir. Bu baxımdan nisbi olan, ancaq informasiya ötürən, insanın mənəvi, ruhi, spiritual tələbatlarını ödəməyən bir mexanizm dinə əvəz eləyə bilməz və ən əsası isə insan elə çətinliklərlə, elə xəstəliklərlə üz-üzə qala bilər ki, inanın ki, sahib olduğu milyardlarla pul onu rahatlada bilmir. O öləcəyini bilir. O dərk eləyir ki, birazdan gedəcəkdir. Təsəvvür edirsinizmi? O başa düşür ki, pul nisbidir. Həmin anda başa düşür. Həmin anda da o başa düşəcəkdir ki, süni intellekt də nisbidir. Bu vaxt o mahiyyətini bilmədiyi və nə vaxtsa eşitdiyi ki, bizi yaradan Allah var, o bizi hesaba çəkəcək, o hər şeyə qadirdir. Bax, belə bir varlığı xatırlayaraq həmin anda yenə ona əl açacaqdır. İnsan təbiəti, bilirsinizmi, Allahın təqdim etdiyi material əsasında formalaşıbdır. O material Allahdandır, yəni ruh Allahdandır. Ona görə insan həyatının müəyyən mərhələsində Allahı unutsa da, amma daxilində o Allah həmişə mövcuddur. Və bu müəyyən anlarda
çətin anlarda ona Allahı xatırladacaqdır. Bəs dini hökm məsələsində necə? Oradan biz məsləhət ala bilərik süni intellektdən. Bilirsinizmi, nəzərə alsaq ki, bu gün süni intellekt nəinki dini məsələlərdə, ümumiyyətlə bir çox məsələlərdə dəqiq cavablar verə bilmir. Ona görə də din kimi həssas məsələdə biz süni intellektə etibar eləyə bilmərik. Bu məsələnin birincidə, yəni texniki olaraq süni intellekt mükəmməl deyildir. Bu birincisi. Hətta ikincisi, dini hökmlər necədir? Olsa süni intellekt bizə vaxtilə mövcud olan hökmləri açıqlaya bilər. Aha. Amma məsələn, elə bir problem meydana çıxar ki, yeni bir problemdir, dinin ona münasibətini öyrənməliyik. O isə süni intellektin istinad elədiyi mənbələrdə, kitablarda, risalələrdə yoxdur. Süni intellekt belə olduğu halda bizə qənaətbəxş cavabı verə bilməz. Bu zaman biz reallığı və dini yaxşı bilən mütəxəssisə, yəni ilahiyyatçıya müraciət edirik. O da bildirir ki, bax dinin bu yeni məsələyə münasibəti, əlbəttə o ixtisas səviyyəsində bilir dini. Budur. Deməli, yeni məsələlər süni intellektin istinad elədiyi informasiya bazasında olmadığı üçün yeni məsələlər haqqında süni intellekt bizi qənaətbəxş cavablarla təmin edə bilməz. Bəli. Çox sağ olun. Məncə izləyicilər üçün də maraqlı oldu bu nüanslar. Biz yaxşılığı əmr eləyir din deyəndə, kənar şəxsdən dinə inanmayan insanlar deyir ki, niyə ki biz də dinə inanmırıq, inancımız yoxdur, amma yaxşı əməllər törədirik, yəni eləyirik, cəmiyyətə fayda veririk. Bəs yaxşı insan olmaq üçün mütləq dini inanc olmalıdırmı? Bilirsinizmi, ümumiyyətlə sual vermək lazımdır ki, nədir sənin nəzərində yaxşı? Bəli, bayaq dediyim kimi, inanclı cəmiyyətlərdə yaxud dini dəyərlərin vaxtilə dominantlıq elədiyi mühitlərdə böyüdüyü üçün əlbəttə ki, atası, babası buna yaxşının nə olduğunu öyrədir. Amma bugün yaşadığımız nədir? Bəzi insanlar, xüsusən də Allaha inanmayan gənclər bizim yaxşı, müsbət dediklərimizə artıq yaxşı, müsbət demirlər. Yaxud bizim günah, haram, pis dediyimizə haram demirlər. Bilirsinizmi? Yaxşı insan nədir sualına cavab tapmaq üçün biz əvvəlcə insana baxışımızı müəyyənləşdirməliyik. Biz insana necə baxırıq, onun necə bir varlıq görürük. İnsan görəsən intellektual varlıqdır. İnsan görəsən bioloji varlıqdır, yəni anatomik bioloji varlıqdır. Yoxsa insan mənəvi varlıqdır. Biz necə baxırıq məsələyə. Yaxud insan nə üçün mövcuddur? Sualına düzgün cavab tapmalıyıq. İnsan nə üçün mövcuddur sualına ateist, materialist yanaşma bir mənalı cavab verə bilmir. Biri deyir ki, insan anatomik varlıqdır, onun həyatdakı əsas məqsədi, məsələn, cinsi instinktlərini ödəməkdir. Freud belə düşünür. Deyir ki, cinsi instinktlər ödənməzsə, bu insan psixikasında öz dağıdıcı təsirini buraxır. Deməli, dəli olmaq istəmirsinizsə, cinsi instinktlərinizi boğmayın. Amma biz bilirik ki, insan heyvanlardan fərqli olaraq cinsi instinktlərini istədiyi kimi, istədiyi yerdə ödəyə bilməz. Onun üçün nikah institutu var. Nikah institutu qadına ehtiramla yanaşmağı bizdən tələb eləyir. Yəni biz nikah bağlamadığımız qadınla münasibətdə ola bilmirik. Din belə deyir, yəni ona hörmətlə yanaş. Kişilər isə qadınlara münasibətdə xüsusən məsuliyyətdən qaçmağı sevirlər. Nikah ona məsuliyyət yüklüyür. Ki, bu qadınla cinsi münasibətdə olursansa, o sənin həyat yoldaşın olacaq. O sənin uşaqlarının anası olacaq. Sən ona baxmağa borclusan. Bütün bunlar olmayanda, yəni bu münasibət sadəcə gündəlik əyləncəyə çevrilir. Və təəssüf ki, bax bu cür münasibətin mədəniyyət halına gəldiyi cəmiyyətlər var. Biz bugün ona pis deyirik. Qarşı tərəfdə ki, niyə pis olsun ki? O da razıdır, mən də razıyam. Görürsünüzmü, yaxşı və pis anlayışı getdikcə dəyişilir. Yaxşı və pisin vahid meyarları olmalıdır. Onu insan ağlına buraxmaq olmaz.
Çünki insan ağlı bayaq dediyim kimi insanın şəxsi mənafeyini əsas götürür. Yəni mənim mənafeyim nəyi tələb eləyirsə, ağıl onu müdafiə eləməyə başlayır. Heç kim deyə bilməz ki, məsələn, burada mənim iddia elədiyim bir şey hər kəsin mənafeyinə uyğundur. Elə bir dövrdə yaşayırıq ki, dünya bizə fərdiyyətçiliyi aşılayır. Özünü düşün. Your life, your rules. Sənin həyatın, sənin qaydaların deyirlər. Və yaxud enjoy yourself. Kef elə. Özün özünə kef elə. Yəni, başqalarını düşünmə deyir. Amma bilirsinizmi, xeyir yaxud əxlaq bunu demir. Xeyir və əxlaq başqadır. Buna görə də biz insana mənəvi baxışı əsas götürən nəzəriyyələri, dünya görüşünü, nöqteyi nəzərləri mənimsəməliyik ki, insan hər şeydən qabaq mənəvi varlıqdır. Onun üçün mənəviyyat, əxlaq hər şeydən üstündür. Məhz mənəviyyat, əxlaq sarıdan zirvəyə çatan insanı biz yaxşı insan adlandıra bilərik. Əlbəttə ki, o həyatdakı mənasını başa düşür. Həyatda mövcud olma qayəsini başa düşür ki, Allah onu yaxşı insan olmaq üçün yaratmışdır. Çünki o Allahı təmsil eləyir. Yaxşı insan olmaq nə deməkdir? Yaxşı həkim olmaq deməkdir. Yaxşı həkim olmaq nə deməkdir? Professional olduğun kimi insanlara xidmət eləyəcəksən. Pul naminə insanları zəhərləməyəcəksən keyfiyyətsiz dərmanlarla. Yaxşı müəllim nədir? Yəni, professional müəllim olmaqla yanaşı vicdanlı müəllim olmaqdır. Dərsini o layiqincə keçən. Çünki elə müəllimlər var ki, sinif otaqlarında məqsədli şəkildə izah eləmirlər ki, repetitorluqla məşğul olsunlar. Olduqca savadlı insandır. Mən buna yaxşı müəllim deyə bilmərəm. O savadlı müəllimdir, amma yaxşı müəllim deyil. Yaxşı müəllim olmaq üçün onun məsuliyyətli və vicdanlı müəllim olmağı lazımdır. Ona görə də insana mənəvi baxdığımız zaman yaxşı insan konsepsiyası formalaşır. Yaxşı insan kimdir? O, Allah üçün yaşayır, Allah üçün yaxşı olur. Çünki Allah üçün yaxşı olmaq ona görə lazımdır ki, həmişə yaxşı olsun. Bəzən bir insana o qədər pislik eləyirlər ki, deyir ki, mən bundan sonra yaxşı olmayacağam. Heç kimə yaxşılıq eləməyəcəm. Amma Allah üçün yaxşı olanda, o bunu Allah üçün eləyir. Kimsə ona sağ ol desin deyə etmir. Buna görə də kimlərsə onun yaxşılığını yerə vurduqda, o heç vaxt bundan narahat olmur. Çünki məqsədi Allahdır. Yaxşı insan Allah üçün yaşayan, Allah üçün insanlara yaxşılıq eləyən, xeyri yayan və bu minvalla dünyadan köçən insandır. Bəs belə bir sual verim sizə. Sizcə İslam dinində ən yanlış başa düşülən mövzu hansıdır? İnsanlar tərəfindən o mövzu yanlış başa düşülür. Bir növ tez-tez o sual həm də sizə verilir həmən mövzu. Mən deyərdim ki, bu sual və bu suala veriləcək cavab mümkündür ki, mühitdən mühitə, xüsusən də ölkədən ölkəyə, cəmiyyətdən cəmiyyətə dəyişsin. Azərbaycan cəmiyyəti üçün bir neçə məsələ var ki, onlar hətta dindarlar tərəfindən də bəzən düzgün başa düşülmür. Onlardan birincisi insanın taleyi məsələsidir. Nəyin tale, nəyin seçim olmağı. İnsan hara qədər azaddır. Daha sonra İslam və incəsənət. İncəsənətə münasibət necə olmalıdır? Məsələn, musiqiyə münasibət necə olmalıdır? Yaxud rəsmə münasibət necə olmalıdır? Heykələ münasibət necə olmalıdır? Bu kimi məsələlər əlbəttə ki, görürsən ki, çox vaxt düzgün başa düşülmür və ənənəvi görüş davam etdirilir. Və ənənəvi görüşün davam etdirilməsi isə özlüyündə müəyyən problemlərə səbəb olur. Mən istəyərdim həmən o mövzulardan qısa danışasınız ki, icazə varmı indi? Yəni, olarmı musiqi dinləsin insanlar, rəsm çəksinlər? Ümumiyyətlə, bu sırf incəsənətlə bağlı bir məsələdir. İslam dini sırf insanları ibadətlə, dini ayinlərlə yükləyən bir din deyil.
O başa düşür ki, insan müxtəlif parametrlərdən ibarətdir. İnsanın ruhu var, insanın bədəni var, insanın ağlı var. Hər birinin öz qidası var. İncəsənət də bir qidadır. Amma İslam hər şeyə incəsənət demir. Əgər incəsənət adı altında təqdim olunan material yaxud nailiyyət bizim zövqümüzü ali səviyyəyə qaldırırsa, yəni zövqlərimizi cılızlaşdırmırsa, bizi bioloji instinktlərin təsiri ilə hərəkət edən fərdlər səviyyəsinə endirmirsə, bizi mənən dincəldirsə, əlbəttə ki, belə şeyə İslam incəsənət gözü ilə baxır və ona hə deyir. Yəni, incəsənət təkcə insanı əyləndirməməlidir. O həm də insanı tərbiyə etməlidir. Əgər istər musiqi olsun, istər rəsm əsəri olsun, bizi əyləndirməklə, bizi mənən sakitləşdirməklə yanaşı, həm də bizi tərbiyə edirsə, əlbəttə ki, İslam buna hə deyir. Əlbəttə, incəsənətdə daha çox əyləncə və mənəvi sakitləşdirmə aspekti daha ön plana çıxmalıdır. Məsələn, təsvirləri götürək, rəssamlığı götürək. Elə rəsm əsərləri var ki, onun qarşısında dayanırsan, sən həm zövq alırsan, həm yeni şeylər öyrənirsən, həm də sənin ruhuna təsir eləyir və sən istər-istəməz sakitləşirsən və ruhunun dərinliklərinə inə bilirsən. Elə rəsimlərin də biz şahidi oluruq ki, o ancaq əxlaqsızlıq aşlayır, açıq-saçıqlıq aşlayır və biz o cür rəsimləri evdə uşaqlarımıza göstərə bilmirik, yaxud həyat yoldaşımıza göstərə bilmirik, yaxud ailəlik ki, o rəsmə baxa bilmirik. Çox da ki, onu Picasso yaxud Leonardo Da Vinci çəkib. Mənim üçün əhəmiyyətli olan fərdlər deyil, mənim üçün əhəmiyyətli olan o fərdlərin bəşəriyyətə təqdim etdiyidir. O məşhur şəxsin təqdim etdiyi dağıdıcıdırsa, mən onu kənara qoyuram. Yox, adi bir insanın təqdim etdiyi, yaradıb qurmağa xidmət eləyirsə, əlbəttə ki, o şəxsin adiliyinə baxmayaraq mən onu qəbul edirəm. İncəsənət də belədir, rəsm də belədir, musiqi də belədir. İnsanı tərbiyə etməlidir, insanın zövqünü korlamamalıdır, insana nəsə öyrətməlidir, əlbəttə ki, insanı həm də çərçivə daxilində əyləndirməlidir. Bəs Elçin müəllim, sizcə cəmiyyət olaraq Azərbaycanda insanların dinə münasibəti necədir? Bilgiləri yetərincədirmi bu sahədə? Bilirsinizmi, ümumi götürdükdə Azərbaycan xalqı inanclı xalqdır. Azərbaycan xalqı müsəlmandır. Böyük əksəriyyəti müsəlmandır. Və xalqın elə hissəsi var ki, onların dinə dair bilikləri kifayət qədərdir. Amma elə hissəsi də vardır ki, onlar dini sosial şəbəkələrdən öyrənirlər. Yaxud görürsən ki, müəyyən hissəsi elə şəxslərdən din əxs edir ki, həmin şəxsləri biz din sayəsində geniş dünya görüşləri ilə, birləşdirmə xüsusiyyətləri ilə seçilən şəxslər adlandıra bilmərik. Amma ümumi götürdükdə Azərbaycanlılar bəli, inanclıdırlar. Şərt inanclı olmaq deyil. Biz hal-hazırda Azərbaycanda gedən o dindarlaşma prosesi olsun, bunu düzgün istiqamətdə yönəltməliyik. Yəni, dindarlaşma heç vaxt təhlükəli ola bilməz. Çünki dinə qayıtmaq niyə təhlükəli olsun ki? Dinə səhv formada qayıtmaq təhlükəli ola bilər. Yəni, bizi bugün dinə qayıdış yox, dinə səhv qayıdış narahat etməlidir. Və əlbəttə ki, çalışmalıyıq ki, ilahiyyatçılar olaraq biz insanların İslama qayıdışı, dinə qayıdışı düzgün əsaslar üzərində geçsin. Bunun üçün sosial şəbəkələrin, televiziyanın imkanlarından mümkün qədər çox istifadə olunmalıdır və respublikada sözünə, düşüncəsinə, dünya görüşünə etibar etdiyimiz ilahiyyatçıların idarəçiliyi ilə
düşünürəm ki, dini verilişlərin sayı artırılmalıdır. Bəli. Son dövrlərdə Azərbaycan film və serial sektorunda daha çox modernlik aşılanır insanlara. Bu dini baxımdan necədir sizə? Zərərlidirmi yoxsa necə? Çox təəssüf ki, Türkiyədə vaxtilə gedən proseslər bu gün bizdə təkrarlanır. Teleseriallar çox güclü təbliğat vasitəsidir. Biz teleserialların mövzusunu elə seçə bilərik ki, o cəmiyyəti yıxada bilər. Cəmiyyətdəki ailə institutunu, mənəvi dəyərləri məhv edə bilər. Yaxud əksinə möhkəmləndirə də bilər. Lakin biz təəssüflə qeyd eləməliyik ki, bu gün bizim teleseriallarımız cəmiyyətə əxlaq, mənəvi dəyərlər aşılamaq əvəzinə bizə çox ucuz həyat tərzi aşılayır. Bu teleserialların mövzusu nə qədər boşanma, kimsə istəmə, kimdənsə küsmə bunlar ola bilər. Yəni cəmiyyətin problemləri ancaq bundan mı ibarətdir? Ancaq sevgimi? Yaxud ancaq xəyanətmi? Ancaq kiminsə kiməsə etdiyi pisliklərmi? Qohumlar arası. O filmlər yavaş-yavaş bir cəmiyyət haqqında təsəvvür formalaşdırır. Əksinə biz elə eləməliyik ki, elə teleseriallar çəkməliyik ki, o teleseriallara baxan xalq orada xeyrin qələbəsini axırda görsün. Orada qeybətin, aldatmağın nə qədər pis davranış olduğunu o teleseriallardan öyrənsin. Və yaxud o teleseriallardan öyrənsin ki, ailəni qoruyub saxlamaq lazımdır. Uşaqları düzgün tərbiyə etmək lazımdır. Qonşuluq münasibətlərinə diqqət yetirmək lazımdır. Amma biz görürsən ki, bunun əksinin şahid oluruq. Yəni, bugün bizim film sahəsindəki addımlarımız cəmiyyəti qabağa aparmalıdır. Cəmiyyəti dəyərlərin aşınması ilə müşayiət olunan boşluğa salmamalıdır. Çox doğru vurğulayırsınız. Təşəkkür edirəm. Bu gün gəldiniz, qonağımız oldunuz. Çox dəyərli fikirləriniz oldu. Bəli, əziz izləyicilər, bugünkü buraxılışımız sona yetdi. Sağ olun, özünüzə yaxşı baxın.